الحمد لله الذي جعل الصلاة جمعة من شعائر الإسلام وفرضها على أمة محمد عليه الصلاة والسلام لتكون مكفرة للذنوب ومطهرة للآثام. نشهد أن لا إله إلا الله وحده لا شريك له الذي يكرم المؤمنين والمؤمنات برؤية جماله في دار السلام. ونشهد أن سيدنا وسندنا ومولانا محمدا عبده ورسوله المبعوث بالدعوة إلى دار السلام، صلى الله تعالى عليه وعلى آله وأولاده وأزواجه وأصحابه وأتباعه وخلفائه الراشدين المرشدين المهديين من بعده ووزرائه الكاملين في عهده، خصوصا منهم على أئمة خلفاء رسول الله على التحقيق أمير المؤمنين حضرة أبي بكر وعمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. أيها المؤمنون الحاضرون اتقوا الله وأطيعوا إن الله مع الذين اتقوا والذين هم محسنون. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العظيم. قال النبي صلى الله عليه وسلم خيركم من تعلم القرآن فعلمه. صدق رسول الله. السلام عليكم ورحمة الله وبركاته. Aziz kardeşler, bugünkü vaazını anlatası kelgan edi sizga, qadrli kardeşler. Allah Rabbul Izze'nin bir matub ham ko'rkam ismidan birisi Al-Mujib. Allah Teala Qur'onda aytadi: "Estaizu billah ya eyyuhellezina amanu ittaqullaha haqqa tuqatih وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ." Ey iman getirişler! Allah'tan tiyişençe kurtabız hem Müslüman buluğuna ulegiz. Hem de Allah Teala tam bir ayette ayette estağfirullah وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا. Allah'da madur hem en şerefli namelerini bildirgen ulken isimler. Ama şular bilen yalvarmaz. Hem de Allah Rabbul İzzet tam bir ayette estaizu billah festağfiruhu thumma tubu ileyhi inne rabbi qaribun mucib. Siz onlardan yarlıqav sırağız. Şundan ona tevbe kılağız. Hiç şiksiz benim Rabbim pek yakın. Hem cevap vermişler. Al-Mujib Allah Teala'nın bir ismi, bizning so'rovlarga javob beruvchi, bizning bo'lgan avratlarga shishuvchi, bizning bo'lgan turli avratlarni shifo beruvchi. Hozirgi bugungi kunda bizning turli dunyoviy masalalarimiz ko'p. Ham turli vaqtlarda, voqealarda o'zimiz qolamiz. Hem biz endi Müslüman kişileri olarak Allah Rabbul İzzet'e ışanmışlardan olarak biz endi soraganda Allah Teala'dan El-Mujib ismi bilen sorağa kirişiz. Çünkü Allah Teala men sizge cevap veririm. Ko'pmagina sorasa mening qo'lim men ona cevap veririm deydi Allah Teala. Hem de biz ularga tiyishli biz hem de shirklarga tiyishli biz. Nişler Allah Rabbul İzzet'in ko'p mesulün, nişeme yıllar sürün, baylık sürün, maşina sürün, mal sürün, bütün narsa sürün Allah Teala nima deydi deyip qay bir vaqtda biz o'zimizda shiklanib qo'yamiz. Shular jamoat shunga ko'ra balki biz bulay fikrlarga tegishmiz deb men o'ylayman. Allah Teala'dan biz masalan so'raymiz narsalar bo'lsa, agar bizga Allah Teala bergan shunda onun hikmeti var. Şunda onun hikmeti. Belki biz ihtibarsızlardır, biz ihtibarlarımız ciddidir. Şu an kura Allah Teala bizge onu bergen, biz onu kurmayız, biz onu kabul etmeyiz.
Peygamberimiz sallallahu aleyhi ve sellem bulay dip eytər. Cavab verilüyünə şən көңелдән inanğan həldə Allah'a dua qılınız, həmd ediniz. Allah Teala gafir yürekli, көңеле andan başqa nərsəyə bəylə kişinin duası qabul etmədi Peygamberimiz sallallahu aleyhi ve sellem. Şulay bunda İmam Al-Bukhari getirən hədisdə iskə alası kilə bu Hazreti Abu Sa'id Al-Xudri'dən rivayət etilgən Peygamberimiz sallallahu aleyhi ve sellem bulay dip eytkən əgər də birər Müslüman günah yoki tuğanlıq jiblərin üzü bilən beyli bulmağa nərsəni sorasa, Allah'ı ama üç nərsənin birsin girildiğən. Allah'ı ama üç nərsənin birsin girildiğən. Yoki ulama sorağan nərsəsin tizlədir, sorağan nərsəsin tizlədir. Yoki sorağanın birmi, ana ahirətə savab olaraq qaldırır, yoki anı birər zarardan saxlar. Yoki anı birər zarardan saxlar. Bunu işitkəş Hazreti Ebu Sa'id Al-Xudri radiyallahu anhu alaysa biz itib dua qılaşaqdır. Bu itib dua qılaşaqdır. Muhammed sallallahu aleyhi ve sellem ise ana eytər, Allah'ı dualarını kübrə qabul etər. Allah'ı dualarını kübrə qabul etər. Qadirli kardeşlerim, biz tüm birinçidən bilirgədiyiz, biz dua ol gıybədər. Dua ol gıybədər. Qadirli kardeşlerim, şuna qura Allah Teala'da kübrə sürüb, həm də anın ürkən isimlərin kullanır. El-Mucib deyən vaxtda, hər vaxtda sırasaq, Allah Teala şundi hadisdəkilə, anda eytilər, əgər də mənim kulum sırasa, mənim isimlər bilən, həm də yalvarıb sırasa, şən köngüldən sırasa, ixlas köngüldən sırasa, min ama cavab bilməzkə yalırmın deyir Allah Rabbi eytsə. Şuna görə biz özümüzün niyetlerimizni tigizler, amellerimizni düzeltip Allah karşında Allah'tan dürüst edip dualarımızı El-Mucib ismi bilen sorağa deyişimiz. Rabbimiz El-Mucib cevap verişi. O bizning ama müracaat ettiğimizni kütür. Şundan da biz uylab qarasa, fikirlab qarasa, bizim turmuşumuzda neydigine türlü vakıyalar olmuş var. Ağır şartlarda bula, jiyil şartlarda bula, ağır şartlar bulğanda biz indi hayırlarımız, biz nərsə deyib, Allah tələmini bitirmək şey bula, Allah tələmini kimsitmək şey bula deyib, şulay uylab qoyalım, şulay bir cəməət. Özümüz də, min də şulay uylab qoyurğanım ki, uylab qoyğanda var, şuna qura cəməət Allah tələminin cavab verilüyünə bir qaşanda biz şiklənməzkə deyişdir. Şu an buraydan biz ixtibarlı olurğa deyişimiz üzümüzün niyetlerimizge hem de əməllərimizge. Ama yalvarı, ama rəhmətli bulup, şükür etmişi bəndələrdən olurğa deyişimiz. Əgər biz ondan sorasaq, ama dua qılsaq, o bizge şişiriş yollarını verir, jingələydir, bizge üzümün yerlərini göstərir. Qadirli müminler, kardeşlerim, sizde özümden bugünkü ağızda etkiler biləsinkilə, manda yerden məşqinə barğanda, səfərdə bulanda, maşinada bulanda men uşaq qoydum şunday audio yazma, anda mən tapır la ilahe illallah deyib etib barğanda. Hem şunday mühitdə barğanda men fikirlər bardım. Hazır kardeşler aldığında vağa silisi bula, anlatası bula, nərsələrə, işitkini alarının köngüllərinə, qalblərinə jitkirilmədik, ular fikirlər vardır. Handa ular bardan birinçidən, biz bitində dünyağa yüreklərimiz, qalblərimiz nıq beylənən, şuna bitin cəməət. Şuna kuraylar bardan, biz soruyoruz Allah'tan bir nima mal, bir nima baylık deyip şuna bitində. Buna qarabtırabız da aytamiz, bana tegi kişi namaz okumayı, haç kılmayı, durazat etmeyi, günah işlep yürüyü, ama lakin Allah Teala'na birgen. Allah Teala'na birgen, nişlep meydi, namaz etmeydi, ameller kılamdı, tarışan isminin karşısında Allah Teala'na birmeyi. Biz bunu fikirler getireceğiz. Eğer de Allah Teala bütün kişilere bilir, müminlerle de, mümin bulmayanlarla da bilir, şöyle biz anı bir yaxşı biliriz. Şu an buraya belki bizge Allah Teala şunday zor mallar girse, fakirler girse, baylıklar girse, belki bizim imanlarımız zayıflanır deyip fikirlerge tecrübizlik uğurlayın. Hem de üzerinden
үземне сөйләп әйтәсем килә, менә фикерләп бардым, мин битмәгән я Раббым, синнән һәр вакытта менә бер дуамнан берсе, я Раббым, миңа шундый мөмкинчелекләр биреп, мин зур зәкәтләр бирергә мөмкинчелегем булсын өчен дип Аллаһ Тәгалә һәр вакытта сорый идем. Менә бүгенге көнгә хәтле һәм дә шундый, беләсезме, Аллаһ Тәгалә шундый фикер җибәрде башыма, зәкәт түләүчеләрдән, шулай бит инде, зур зәкәт түләүчеләрдән булсаң, Аллаһ каршында син һичшиксез шулай бит инде, син инде бүтән кешеләргә караганда буларак буласың. Аннары мин үземнең укытучыларымның сүзләренә искә төшердем. Минем укытучыларым әйтә иде, бар мал зәкәте, бар гыйлем зәкәте. Мал зәкәте сез аның беләсез өлешкә бүленгән, шулай бит инде. Күпмедер акчаң булса, күпмедер өлешен чыгарасың зәкәтне. Бар гыйлем зәкәте. Менә син күпме гыйлем син алдың, Коръән укырга өйрәндеңме? İslam ahlaklarını öğrendin mi, edeplerini öğrendin mi, şeriatını öğrendin mi, sen algan gıylımın zekattan 100%'ını verip etmişsin. 100%. Hazır benim üzümde fikirlerim. Ne bilmeden, her vakitte şimdi soruydum zekat, zor zekatlardan birisi ya Rabbim. Hem üzümde şöyle sorup cevap vergeç, Allah Teala bana şöyle fikirlegeç, bana cevap aldım üzümde, elhamdülillah. İhtibarlar üzümde işten, ötüp işe kerep ünlü başlangıç fikirlegeç beni anladım. Allah Teala bütünde bildi, elhamdülillah. Mingine ama ihtibarlar kına karamağım. Allah Teala bildi, elhamdülillah bu günümüzde Allah yolunda hizmet ederiz. Ballarını okutabız. Ulu kişilerini okutabız. Bu bitinde zekat tırışarız. Gıylem zekatını verirler bitinde. Allah Teala bit yaxşırak bile özünün kuluna nişek cevap verirler iken. Şöyle bitinde biz mesela baylık tip sırayız. Allah Teala sana birer yaxşısın birer. Sana paysası yaxşı bular şunsun birer. Şu an buraya Cenab-ı şunday fikirlerge bugün fikirler kildi başıma. Elhamdülillah özüm de bu El-Mucid degan isimni aytib Allah Rabbul Izzatdan so'radim. Hem de endi aytib o'tashim kelib, biz o'zimizning niyatlarga, amallarga e'tibor beramiz. Mana qo'yib o'shaqda duo qilamiz da, nishlabsan menga javob bermay, nishlabsan javob bermay, buning sabablarini biz o'zimiz bilamiz. Özümüzün yanlışlarımızı özümüz biliriz. Yanlışlarımız var, şimdi mesela bir Allah'ın biletirgen yanlışlar olsun. İşlersin biz, kubrak, ya Rabbim El-Mucid'den soramayız. Dürüst edip niyetlerimizni tigizler, hem de amellerimizni düzeltirge gerektir belki. Belki namazlarımızı düzeltirge gerektir. Belki kişilere cidken bizdir. Şunu fikirler ulaştılar. Belki biz eti enilerimizge tiyişinçe hürmetini ko'rsatmaymizdir. Shuni fikrlab yurgak deymiz. Balki o'zimizning bolalarga g'ilm yog'indan, tarbiya yog'indan biz azroq vaqt uzdiramiz. Alloh Rabbul Izzat har barchamizga da bersin sabırlıklar, ishlar hamda o'zimizning niyatlarimizni, o'zimizning amallarimizni tuzatib Allah Teala'dan kubrak ibadet kılıp, kubrak dua so'rab Allah Teala'dan hem de o'zimizga qarata, o'zimizning amallerimizga qarata ihtiborli bo'lib, janob, ihtiborli belki biz so'ragan duolarimizni Allah Teala ko'pdan bizga javob bergandir. Biz ama tik ihtibar etmaganmizdir. Shuna ko'ra biz o'ylasak, fikrlasak, Allah Teala hiç şüphesiz sizin başlarınızda, kalplerimizde anlamını yetkirəcək. Hem de Allah Rabbul Izzat dünyada olan hallerini tanışlık bilen bitirsin idi. Hem de bugünkü günde kimler ağırlar Allah Teala onlara şifalar versin. Kimden rızıkları yok Allah Teala onlara rızıklar versin. Kimden niyetleri tigiz tübül Allah Teala'nın niyetlerini tigizlesin, amellerini düzeltsin. Hem de her barışımızga da, mında oturganlarımızga Allah Teala izgi gıylimler versin, şu izgi gıylimlerimiz bilen amel kılara nasip eylesin.
ألا إن أحسن الكلام وأبلغ النظام كلام الله مالك العزيز العلام كما قال الله تعالى تبارك في الكلام وإذا قرئ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون. الحمد لله حمد الكاملين والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين تعظيما للنبي وتكريما لفخامة شان شرافه صفيه. فقال عز وجل من قائلا مخبرا وآمرا إن الله ملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على سيدنا محمد وعلى آله وسلم. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى ينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. وأقيموا الصلاة.